Deməli bu tayfalar Altay dağlarından önü bilinməyən torpaqlara gəldiyi zaman elə təxmini belə havalar idi. Və onlar Altay dağlarından ta ki İranın Zagros dağları ətəyinə qədər köçüb gəldilər. Bunun üçün təbii ki onlara bir əsrlər lazım idi. Hələ uzun illər elə bu coğrafiyada əsas köçəri həm də döyüşkən bir tayfa idilər. Təsəvvür edin ki, il ərzində onlar piyada öz heyvanları ilə 480 kilometr gedirdilər və geri qayıdırdılar. Və necə oldu ki, bu tayfanın adı dünyanın ən çox satılan SUV-lərindən biri oldu. Nissan Qashqai. Qashqai adı türk dilində qaşqa sözündəndir. Atın qaşqası kəlməsini yəqin ki bilirsiniz. Bu alnı ağ at deməkdir. Bu azadlıq, güc, tabe olmayan mənasını verdiyinə görə uzun illər yeri gəlmişkən Nissan bu adı qoyaq-qoymayaq müzakirəsi aparıb. Adın tarixçəsi məhz türk adından gəlir. Ona görə bu avtomobili alan həm də öz türkçülüyünü göstərmiş olacaq. Bizdə tam yenilənmiş bir Qashqai testədir. Yeri gəlmişkən bunu Nissan Azərbaycandan əldə edə bilərsiniz. Avtomobillə yaxından tanış ola bilərsiniz. Avtomobil ilk olaraq 2004-cü ildə Cenevre avtomobil sərgisində konsept olaraq göstərilmişdi. Deməli 99-cu ildə Renault-Nissan alyansı qurulanda Nissan'ın Almera modeli var idi və o Avropada o qədər də istehlakçılar tərəfindən alınmırdı və onlara mini Murano bir avtomobil lazım idi. Yəni bir var idi Murano, bir də vardı X-Trail. Onların arasında bir kompakt SUV və həmçinin çevikliyini, köçərliyini göstərən bir avtomobil lazım idi və nəticədə bu arada onu da deyim ki, riskə gedərək belə bir avtomobil düzəltdilər ki, hal-hazırda Bakı yollarında bundan əvvəlki Nissan Qashqai'lərdə görə bilərsiniz. Bu avtomobilin digərlərinə fərqi nədir? Təbii ki, dizaynının haqqında da danışacağım sizə. Amma təsəvvür edin ki, bu avtomobilin adı ilə bağlı Avstraliyada bir problem yaşanmışdı. Burada cash cow kimi deyirdilər Avstraliyalılar öz İngiliscələrində. Bu nağd pul və inək mənasını verirdi. Və Nissan dünyanın ən yaxşı marketinq addımlarından birini atır. Avstraliyada bir kafe qururlar və o kafeteriyada insanların adını bu kofe qablarına səhv yazmağa başlayırlar. Və o səhv yazdıqları zaman barista Qashqai adı necə deyilirsə, onun adını düz yazmağa başlayır. Yəni adamın adını səhv yazırdı, amma maşının adını düz yazırdı və Avstraliyada bu marketinq çox səs salmışdı. Qısa tarixçədən sonra gəlin avtomobilin dizaynından tanış olaq. Təbii ki, qarşımızda bir Yapon avtomobili varsa, burada konservatizmdən təbii ki, söhbət gedəcək. Yəni, biz ənənəvi Yapon üslubunda olan bir dizaynı görmüş olacaq. İlk baxışdan qəribə gələ bilər, amma burada da həm də müasir elementlərdən də istifadə ediblər. Bu LED gündüz hərəkət fənərləri, uzaq vuran işıqları bax bu cür formada yerləşdiriblər. Yəni, iki pilləli işıq sisteminin quraşdırılmasının yeri gəlmişkən ilk dəfə biz bunu Nissan Juke'da görmüşdük. Bizə qəribə gəlirdi. Yuxarıda bir işıq var idi, aşağıda bir işıq var idi. Amma onlar tətbiq etmişdilər. Daha sonra bu ənənə dayanır. Daha sonra yenidən dizayna gələndən sonra yenə də burada iki pilləli biz işıq sistemini görmüş oluruq. Ön radiator barmaqları iridir, massivlidir və avtomobilin həm də bir güc göstəricisinin olduğunu ifadə edir. Və Nissan yazısını bax, əvvəllər qabarıq yazısı idi. Hər zaman deyirdi ki, bunu bir düz formada edin. Bu cür etdilər. Mənə görə avtomobilin ön dizaynı burada bir qədər biz Lexus görmüş oluruq. Biraz da Infinity'ni hiss etmiş oluruq. Amma indiki müasir istehlakçının dizayn tələbi nədirsə, Japonlar da onu uyğunlaşdırıblar. Sizə bir şey deyim. Bu avtomobil bütöv bir segmenti yaradıb. Məhz Nissan Qashqai'yə qədər avtomobil sektorunda kompakt şəhər crossoveri adı yox idi. Deməli, plan 120 min idi ilk istehsal olunanda. İlk ildəcə 160 min satıblar və 2015-ci ildə, yəni təsəvvür edin ki, Sunderland'da zavodları var. Sunderland'dakı zavodu gecə-gündüz işləyib. 2015-ci ildə Britaniyada 500 min ədəd satılıb və ondan sonra bestsellerə çevrilib. Yəni
Hətta Britaniyada deyirdilər ki, bu avtomobil kompakt şəhər crossoveridir. Kompakt şəhər crossoveri, amma deyir ki, axı belə segment yoxdur. Məhz Nissan Qashqai kompakt şəhər crossoverinin segmentini yaradan bir markadır. Arxasına keçdiyimizdə də buradan o dediyimiz kimi X-Trail'lə Murano'nun arasında olan bir segmentə çevrildiyinə görə biz burada bir X-Trail da görmüş oluruq. Biraz da indiki müasir dizayn tələbləri arxa işıqlarda nə tələb edirsə onu görmüş oluruq. Qashqai adı e-Power-adır. Ən çox xoşuma gələn bir siz nədir? Bir çox avtomobillərdə arxa hissədə o qədər ad yazılır ki, elə bilirsən avtomobilin avtobiografiyasını yazıblar. Burada konkret logo Nissan, Qashqai'də e-Power sistemindən də istifadə olunur. Bu unikal bir hibrid texnologiyasıdır. Burada Nissan Leaf'dən götürülüb, generator var. Bu Nissan'ın özünün texnologiyasıdır. Bu haqda da danışacağım. Təbii ki, arxa qaytarıcı fənərlər və duman işığını da bax bura yerləşdiriblər və səs boğucuları da gizlədiblər. Yəni burada bir elektrikə də bir göndərmə var, amma həm də benzin vuraraq istifadə edəcəyiniz bir avtomobildir. Nissan Qashqai'nin ikinci sırasında oturanda ilk olaraq diqqətimizi nə çəkir? Sakitlik. Buna on-board quietness deyirlər. Deməli, biz avtomobilə oturanda bizi çox fikrimizi dağıdacaq bir şeylər qarşılamır. Minimal oturacaqlar, minimal salon, geniş panorama dam, yəni bu əlavə genişlik verir. Amma avtomobilin içərisində olduğu müddətdə bilmirəm səs fərqini hiss edirsiniz yoxsa yox. Qanunlaşdırılmış şüşə, üstəgəl səs izolyasiyası bunun sakit bir avtomobil olduğunun göstəricisidir. Bu kompakt şəhər crossoveridir dediyimiz kimi 5 nəfərin rahat gedə biləcəyi, hətta arxada 3 nəfərin, 2 nəfərin də rahat otura biləcəyi bir avtomobildir. 2 USB-C portu var. Siz sadəcə telefonunuzu şarj yerinə qoşa bilirsiniz və salam. Başqa heç bir şey yoxdur. Bu bir Yapon minimalizmidir. Yapon evlərinə gələndə böyük mebel görürsünüz orada. Yox. Kiçik, kompakt, minimalist. Yəni sənin minimum tələbləri və nə uyğundursa onların hər biri var və geniş bir, kompakt olmağına baxmayaraq geniş bir yerdir. Cahandarın oturacaqlar cahandara uyğun nizamlanıb. Bizim burada ayaq məsafəmiz də var. Kifayət qədər baş məsafəmiz də var. Yəni rahat, ailəvi səyahət edə biləcəyimiz, uşağımızı dərsə aparacağımız bir avtomobildir. Belə bir kəlmə. Hərəkət edən konsert salonu. Nissan Qashqai haqqında bunu deyə bilərik. Nədir bu? Ona keçəcəyik. Bu sükandan Nissan Pathfinder'da da var. Fikir verin, bu hissə elə bir ki Nissan Pathfinder andırır. Yəni orada bax belə bir sistem var idi. Deməli 12 diagonal 12.3 TFT ekran buradadır. Burada isə LED ekranımız var. Alətlər panelimiz var daha doğrusu. Həmçinin sürətlər qutusu bax belə bir maraqlı bir formadadır və burada belə bir boşluq var. Yəni salona vizual genişliyi vermək üçün bunu eləyiblər ki, aşağıdan getsin və start stopu burada yerləşdiriblər. Deməli, simsiz şarj etmədir QI texnologiyası ilə, sertifikatı ilə. Daha sonra burada bir işıq yanır ki, biz telefonu şarja qoyduq. Bir dənə də balaca bir dənə oyuğumuz var. Oradan şarj edə bilirik. Daha sonra sükan qızdırıcıdır, şüşə qızdırıcıdır, audio sistemdir. Amma hərəkət edən konsert salonu deyəndə audio sistemin Bose audio sisteminin olduğunu, 10 dinamika malik olduğunu deyə bilərik. Əlavə olaraq, təbii ki, komplektasiyadan asılı olaraq 6 sürücü profili burada deməli yaddaşı var. Bu nə deməkdir? Bir ailə avtomobilidirsə, ailənin müxtəlif üzvləri özlərinə uyğun oturacaq profilinin, monitor, idarəetmə profilini yaddaşa vermiş olurlar. Qarşıdakı avtomobillə ara məsafəsinin saxlanması, bütün bu texnologiyaların hər biri burada var. Amma burada ən vacib məqam nədir? Təhlükəsizlikdir və dözümlülükdür. Adətən nə deyirdilər? Yəni siz Nissan və ya Toyota idarə edirsinizsə, bir çoxları bəzən deyirlər ki, indi Yaponlar elə əvvəlki kimi deyil. Mən sizə bir şey deyim, siz əgər Nissana oturacaqsınızsa və idarə edəcəksinizsə, görəcəksiniz, əvvəlki kimidir. Deməli, bu avtomobildə gedəndə fikir verirsinizsə, səs yoxdur. Yəni biz mühərrik səsini eşitmirik. Çünki burada təkərlər elektrik gücünə hərəkət eləyir. Bu o deməkdir ki, bizim avtomobilimizin mühərriki yalnız batareyanı qidalandırmaq üçündür. Yəni biz elektrik dolu məntəqəsinə getmirik, avtomobilə benzin tökürük, amma avtomobil bizə elektrik təcrübəsi
bəxş edir. Yəni biz elektrikli avtomobili idarə etmiş oluruq. Bu e-Power sistemi adlanır Nissan'da və uzun müddət Nissan bu e-Power sistemini istifadə edib. Yəni biz özümüz test edəndə Nissan avtomobillərini, elə şeydirsə Nissan bütün modellərini biz Cahandarla test etmişik və o e-Power sistemindən bəhs edirdik. Burada sistem çox sadədir. Nissan'ın elektrikli modeli var, Leaf, Nissan Leaf. Ondan elektrik motorunu götürüblər və onu generatorla birləşdiriblər bu avtomobildə və belə bir sakit bir avtomobil əldə etmiş olursunuz. Hal-hazırda bizdə olan versiya 1.5 litrlik mühərrikdir və o mühərrikin 100 kilometrə sərfiyyatı 4.5 litrdir. Məncə şəhər segmentində və belə avtomobilin yanacaq sərfiyyatında ən ideal rəqəmlərə çatmış oluruq. Əlavə olaraq, yəni bu sizin avtomobilə sakitlik verir. Üstəgəl dediyim kimi bu avtomobil içərisi çox sakitdir və biz rahat bir sürüşümüz var. Bu sürüşdən də zövq alırıq. Bir şəhər köçərisidir də. Bu Qashqai adının da bu avtomobilə verilməsinin çox sadə səbəbi var. Bu şəhər köçərisidir. Avtomobil bir neçə idarə etmə ayarına malikdir. Biz hal-hazırda Eco-da gedirik, standarta da qoya bilərik, sporta da qoya bilərik ki, burada artıq biz bir qədər mühərrikin səsini eşitmiş oluruq. Çünki əlavə gücü əldə etməyimiz lazımdır. Bu avtomobilin Euro NCAP təhlükəsizlik sistemi 5 ulduzdan ibarətdir. Yəni, Yaponlar burada filan şeyi düzəldim, orada filan şeyi kəsim etməyiblər. Avtomobil həmçinin Avropa bazarı üçün də nəzərdə tutulduğuna görə burada Euro NCAP-dan 5 ulduz alıb. Burada sərnişinlər, sürücü və sərnişinlər 5 ulduzla, digər iştirakçılar, yəni piyadalar da 5 ulduzla qorunur. Burada bir təhlükəsizlik sistemi var, ikili təhlükəsizlik sistemi adı verə bilərik. Bu nədir dostlar? Deməli, bizim qarşımıza 2 avtomobil var. Bu avtomobillərdən biri dayanır. Sistem bizə həmin o 2 avtomobildən birinin dayanmasının məlumatını ötürür. Bu çox yaxşıdır. Yəni biz fokuslanırıq qarşımızda bir avtomobilə. Onun da qabağında da avtomobil var axı. Onun da yanında avtomobil var. Yəni hərəkət edən 2 avtomobildən biri dayandıqda, hətta ikisi də birlikdə dayandıqda sistem bizə xəbərdarlıq eləyir və avtomatik olaraq dayandırır. Təbii ki, mən burada avtomobilin ətrafına tam olaraq nəzarətin qoyulması, zolağın tanınması, zolaqda deməli hərəkət köməyinin haqqında danışmayacağam. Bu tam normal və istifadə olunan bir sistemdir. Hər zaman da istifadə olunub. Yəni biz zolaqdan çıxdığımız zaman avtomobil bizi avtomatik olaraq o zolağı tanıyır və bizi kənara çəkir. Bütün bunların hamısını bizə Yaponlar təqdim edirlər. Yəni burada hər hansı bir problem yoxdur. Mənim burada diqqətimi cəlb edən məhz avtomobilin kompakt şəhər crossoverində idarə etmə həzzinin verilməsidir. Yəni biz sıradan bir avtomobil götürmüşük. A nöqtəsindən B nöqtəsinə gedəcəyik. Amma bu sıradan bir avtomobildirmi? Yox. Yəni bu avtomobilin bizə verdiyi nədir? İndi mən sizə bu avtomobilin bizə verdiyi, bəxş etdiyi şeylərdən danışacağım. Bu bizim üçün nə dəyər yaradır? Bu avtomobil ailə avtomobilidir. Yəni biz özümüzə, ailəmizə rahat bir avtomobil axtarırıq. Şəhər səyahətlərində və ya şəhər kənarı səyahətlərə bizə rahat bir avtomobil lazımdır. Birinci yaratdığı dəyər rahat ailə avtomobilidir. İkinci yaratdığı dəyər təhlükəsizlikdir. Euro NCAP-dan 5 ulduzu var. Həmçinin dediyim kimi o ikili digər avtomobillərə nəzarət və o sistemin sizə verdiyi bir təhlükəsizlik var. Yəni ikinci yaratdığı dəyər təhlükəsizlikdir. Üçüncü yaratdığı dəyər bu qənaətdir. Yəni e-Power sistemində məsələn bu e-pedal qoşmuşuq da. E-pedal nədir? Pedal öz-özünə əyləci də basa bilir. Üstəgəl oradan da rekuperasiya ilə batareyanı qidalandıra bilir. Ondan istifadə edirik. Üçüncü yaratdığı dəyər təbii ki, qənaətdir. Yəni biz elektrikdə gedirik, benzini vururuq, 100 km 4.5 litr
yanacaq sərf edirik. Bəs dördüncü qatdığı dəyər nədir bu avtomobilin? Bu avtomobil bizə bir də segment necə ayrılır? Biz Yapon avtomobilimi seçirik, Avropa avtomobilimi seçirik, Çin avtomobilimi seçirik. Mən Amerikanları ayırıram bu məsələdə. Bu üçünün arasından Yapon seçənlərin arasında ki, mənə kompromis bir model lazımdır. Amma bu model həm də təhlükəsiz olmalıdır, bestseller olmalıdır. Yəni mən bu avtomobili deyəndə hamı sual verməməlidir də. Yəni o quruş bu nə avtomobildir? Yəni bu sualı verməməlidir. Bu avtomobil yəni tanınmış bir avtomobil olmalıdır. Bestsellerliyinə söz ola bilməz. Dediyimiz kimi kompakt şəhər crossoveri segmentini yaradan avtomobildir. Təhlükəsizliyinə söz ola bilməz, qənaətinə söz ola bilməz. Yəni uzun danışmadan desək, bu kompromis bir modeldir. Adı üstündədir, mənbəyi üstündədir və əgər kimsə deyirsə ki, bunu mu alım, onu mu alım, amma bunların içərisində Nissan Qashqai varsa, oturub müqayisə etdikdə, müzakirə etdikdə sizin bu avtomobili almamaq kimi bir başqa bir şeyiniz yoxdur. Əgər siz, təkrar edirəm, arxada böyük ekran olsun, nə bilim filan şey olsun, belə-belə şeylərin bazısızsa, bu avtomobilin, yəni açıq deyək ki, bu avtomobil sizin üçün deyil. Yox, əgər sizə əsas möhkəmdir, dözümlüdür, uzun müddət ailəmizə xidmət edəcək, təhlükəsizdir və hər zaman da likvidliyini saxlayacaq bir avtomobil axtarırsınızsa, təbii ki, bu Nissan Qashqai ola bilər. Beləliklə dostlar, yəni sizə əgər bu avtomobil maraqlıdırsa və özünüzə 2026-cı il üçün avtomobil axtarırsınızsa və belə bir avtomobili istəyirsinizsə, mütləq qaydada onu Nissan Azərbaycana müraciət eləyin, onların salonuna baş çəkin və bu avtomobillə yaxından tanış olun. Növbəti videolarımızda görüşərik. Qismət olsa.